Şimdi uşaqlar, hörmətli izləyicilər, bizi izləyən, bizim yayınımıza dəyər verən, bizi sevən kim varsa rica edirəm Agnosman hesabını takip alsın və yayınlarında özünüz görəcəksiniz kifayət qədər kaliteli və keyfiyyətli yayınlar olur. Teşekkürler sana. Bu hal-hazırda izləyən 1730 nəfərdən sözümüzü, ricamızı və xahişimizi dinləyən hər kəsə təklif edirəm. Teşekkürler. Başlayaq abi. Başlayalım. Aşağıda yazdım. Sən kimi at oğrularına demirəm, qardaş, narahat olma. Mənim də səsimdə problem var. O mikrofon gələnə saldı. Olsun, problem yoxdur, olsun, problem yoxdur. Bu arada məndə mikrofon var da verə bilərdim sənə istəsən. Problem yoxdur. Hə, bir dənə mikrofon verərik. Var məndə biri, istifadə eləmirəm. Niyə çıxardın? Kimi çıxardım, qardaş? Çoxdan sənə bir sual soruşmaq istəyirdim. Buyur abi. Bu aralar mənim ən çox nəzərinə saldığım və etdiyim də ki, çatmaq istəyirəm. Düşüncənin təməli nədir? Şuur nədir vəbşə? Şuur, beynə reduksiya olunan bir şeydir. Yəni, birisi ruhani bir sistemdən bəhs edirsə, gəlib iddia edirsə ki, şuur beyin xarici ya da maddə xarici bir şeydir. O zaman beyindəki hər hansısa bir xəsarət olan zaman davranış sistemlərinin pozulmasını ruhən izah eləmək məcburiyyətindədir. İkinci bir məsələ, ruh dediyi şeyin, totemin, anlayışın beyin idarə elədiyi və ya bütün bədənin koordinasiyasını idarə elədiyini deyirsə, o zaman nə etməlidir? Araq içəndə kimin piyan olduğunu da izah eləməlidir. Görəsən, ruh da mı piyan olur? Üçüncü bir izah modeli de narkoz altında bilincin tamamen bağlı olması. Yani şuur maddeden haricdirsə, madde haricindeki bir şeye reduksiya olunursa, bu arada burada bir yoldaş var. Bu Babnik diyor. Babnik bildiğim adamdı, tanıdığımız adamdı. Yok, eləmir. Kim susturdu onu? Susturmayın da sözüm var. Teşekkürler. Qardaş, bir dənə yazarsan da çatasan, bildiyim adamsan. Susturmayın, sözlə danışım sonra. Hə, yəni tamamen maddəyə reduksiya olunur dostum, şuur. Sən ateistə işləyirsən, həqiqət ateistə işlə, telekommunikasiya qovşağında işləyirəm, hə. Teşekkürler. Yine de biz şuuru, yaxşı, şuur bizdə formalaşamışıq. Yəni, məsələn, doğulandan bu tərəfə formalaşır da bizdən şuur. Aha. Düzdür. Doğulandan şuur formalaşma meselesi başka bir şeydir. Mesela insan övladı 90 milyard neyronla doğulur. Bütün insanlar 90 milyard neyron, eyni neyron kapasitesine doğulur. Ama sizin de, ya böyük insanın, benim de 90 milyard neyronum var, doğulan bir uşağın da 90 milyard neyronı var mesela için. Sual verə bilərlər ki, eyni düşüncəyə, eyni qabiliyyətə niyə sahibdir? Məsələ neyron sayı deyil, kombinasyon sayıdır. Mesela biz örgəndikcə beynimizin sinapslarındakı ateşlənmələr nəticəsində kombinasiyalar. Ne oldu uşaqlar? Biz niyə uduruq ki? Bu gün uduzma günü zaddır. Neyron kombinasiyalarımız çoxaldıqca, təcrübələrimiz çoxaldıqca, çoxalan təcrübələr nəticəsində bizim təcrübəmiz, subyektiv təcrübəmiz artır. Yəni həyat təcrübəmiz artır. Artdıqca da inkişaf edir. Bu inkişaf əslində kombinasiyaların çoxalması demək. Yəni 90 milyard neyronla da uşaq doğulur, böyük adam da 90 milyard neyrondur. Əlaqələr və kombinasiyalar öyrəndiyimiz bir şeydir. Məsəl üçün biz bu qələmi götürdükdə və ya götürməyimiz tətikləndikdə bir kombinasiya işə düşür. Bunu buraxdıqda bir kombinasiya işə düşür. Bu kombinasiyaları zaman içində öyrənirik biz. Əslində yenə o qaranlıq qalamsan, əgər biz bu şuuru deyirik, biz bu materialın içindəyik, yəqin ki, bu bizim yer qanunları, fizika. Yəni biz bu günlər bu şuurumuzla sadəcə biz dünyada olan, deyək ki, nə qədər fiziki qanun var, deyək ki, 100 birimiz, düzdürmü? Biz bunlara tabi olaraq yaşayırıq. Amma başqa galaktika hansısa bir ölkədə, hansısa bir planetdə bizim fiziki qanunlar işləməsə, biz orada necə ola bilərik yaxşı? Yox, fiziki sabitlər bütün kainat üçün keçərlidir. Amma bütün kainat üçün keçərli kimi görünür. Yaxşı, onu necə əsaslanır ki, bütün kainat üçün keçərlidir?
hesablaya bilirik axı. Hesablarımız tutur. Riyazi modellər və riyazi aksiyonlarımız tutur. Digər bir məsələ, məsəl üçün bu fiziki modellərimiz bütün kainatda keçərli olmadığını biz yeni kəşf eləmişik. 50-60 ildə kəşf eləmişik. Niyə, hardan bilirik bunu? Oradan bilirik ki, kvant mexanikasında, kvant fluktuasiyalarında bizim nə məntiq qaydalarımız, nə də fiziki sabitlərimiz, makro kainatdakı fiziki sabitlərimiz keçərsizdir. Eyni zamanda o fiziki sabitlərin bütün kainatın mikro səviyyəsində keçərli olub olmayacağını da bilmirik. Aşağı. Yəni qarşımızda 2 dənə sual var ki, yəni 2 dənə şey var ki, biz bunları tamamen bilmirik. Yəni kvant aid, yəni kvant fizikasına aid. Tamam. Mən hərdən sual verirəm bizim belə deyək, bura gələn din. Yəni bir dəqiqə sən nə var istə agnostizmi təməlləndirirsən həm də mənim ağzımdan. Yox, təməlləndirmirəm. Niyə sofistik edim ki? Deyirəm ki, mən bəzən bizim dindarlara sual verirəm ki, yəni sadəcə nəzər, təşəkkürlər fikrət. Bu günləri sizin tanrınız, sizin tanrınız. Uduzuruq uşaqlar. Bizim... Ha. Ha. Qılaqıl udduq uşaqlar, bu nətər olur? Yox. Uduzduq. Təşəkkürlər. Kim attı onu finalda? Təşəkkürlər abi, təşəkkürlər. Uşaqlar, bu gün uduzma günüdür, nə günüdür bu gün? Sən rəvan şey yapardım, yoxdur. Prosta mən 20 minimə yazığım gəlir. 20 minə yazığın gəlir, onda almaq üçün şərt qoy da. Şərt qoy da almaq üçün. Almaq üçün şərt qoy da. Necə şərt? Yəni neçə ilə vermək istəyirsən onu? 20 binim var. Hə. 10 min gəlsə problem yoxdur belə. 10 minə uşaqlar ala bilərik 20 bini. 20 minə 10 min almaq lazımdır. Yəni 100 xalla 20 min vin almazlar da. Razısınız, ala bilərik. Okey deyənlərin heç bir anasını dön. Okey deyirsiniz amma almayasınız. Bax biz pis vəziyyətdə qalacağıq ha, 100 xalla 200 xalla şey alsaq. 20 min alsaq. 200 xalla girib libos elinə getmək var. 10 min istəyirlər 20 bini götürmək üçün, buyurun. Aqnozizm təməlləndirmə, aqnozizm onsuz da təməllənməsi. Hə abi, 157 olmuşam. 157 nömrə hərbiçidə. Mən demək istəmirəm, mən bəzən dindarlara sual verirəm ki, qardaş, bu günləri sizin dediyiniz tanrı bizim dünyadan kənar fiziki qanunları tabidir yoxsa yox? Bir dəqiqə çata bilmir. Bir dəqiqə. Hə, necə qardaş, sualı təkrarlayın. Bu günləri Tövrat olsun, İncil olsun, Quran olsun və ya belə deyək, bu dinlərdəki Allahlar bizim dünyanın fizikindən, fizikasından, fiziki qanunlarından kənardır, yoxsa başqa dünyalarda bu həmin tanrı belə deyək, yəni ki, göstərir. Əzim, nisbilik nəzəriyyəsi, Einstein'in nisbilik nəzəriyyəsi bütün kainat üçün keçərlidir. Bütün kainat üçün keçərli bir modeldir. Hə, bütün kainatı gəzib sox... Onu deyirəm, Yox, bax, başqa planet görməmişik məsələsi deyil də bu. Bizim Samanyolu galaksimiz içərisində keçərlidir bu mexanizma. Bizim Samanyolu galaktikası da Andromeda kimi bir galaktikadır. Galaktikalar küməsində olan bir galaktikadır. O orada da keçərlidir. Yəni keçərlidirsə bu bütün evrəndə, bütün sistemdə keçərli olmalıdır. Yoxsa işləmir zaten. İşləməməlidir zaten. Bunun işləməyi üçün bütün kainatda keçərli olmalıdır. Bu da yeni bir nəzəriyyətdə yeri qalsaydı. Nisbilik nəzəriyyəsi işləməsəydi, biz Günəş sistemimizin içindəki digər yerləri yeyib gələ bilməzdik. Ümumiyyətlə, məlumatımız belə olmazdı. Heç yerini də tapa bilməzdik. Və ya Newtonun qanunları olmasaydı. Nə olacaq? Yox, görəm 10 minə çatası deyəsən sən. Bu gedişlə 10 minə çətin çataram. Dünya düzdür yoxsa yumru? Dostum, kvadratdır, səni alladıblar. Aldanma. Elips abi, elips. Bəli. Cevik, bizim belə bir planımız var. Gönlüsünə fərsəndə var. Biz bir dənə sosial bir podcast kimi olsun, sosial bir video çəkmək istəyirik. Necə sosial? Kimlə?
konsepsiya belə olacaq. Hər hansısa bir cəmiyyət, yəni insanlar olan yerdə oturacaq. Yəni kamera olacaq, bax canlı yayın da olacaq. Sadəcə hər dəfə bir qonaq çağıracaq. Yəni buna din, inanc, sosial məsələsinə əsasən sən söhbətin edir. Bizim cəmiyyətin xurafat mühümmatına uzaq bir şey açmaq. Bunda yəqin ki, kömək olarsınız. Ən azından məsəl üçün. Əlbəttə, nə dəstək lazımsa mən verirəm. Bizim bu planımız var, hardasa belə deyək, yəni ki, bu ilin axırına kimi bunun bir dənə konsepsiyasını quracağıq, yəni plan var, kimlə söhbət edəcəyik, harada olacaq, nə edəcək, bəzən buna evdə lazım olacaqsa, yəni bu şeyi 3-4 nəfər aramızda qurmaq istəyirik və hər dəfə 2-3 qonaq təbii. Məsələn, siz Fazıl Əhməd, onlara da, siz ancaq bunu podcast kimi, yəni ki, bir məkanda çəkirsiniz, düzdürmü? Bizim istədiyimiz isə çöldə, cəmiyyətdə və ya qıraqdan bu suallar da verilsin, başa düşdün mü? Yəni ajansdan götürüb gətirəcəyimiz məsəl üçün insanlar olmasın ki, gəl sual verir. Yəni bu biraz absurd çıxar. Bizim istədiyimiz qıraqdakı baxan insanlar suallara ya da ki, verilişə müdaxilə edib sual verə bilsin və cavablarını alsınlar. Təbii ki, yəni ki, hər şey belə humanizm çərçivəsində gedəcək. Yəni ki, orada hansı dinə təhqir və ya şey olmaz. Sadəcə fikirlər, düşüncələr. Mənim üstümə düşən nə varsa mən iştirak edə bilərəm, dəstək verə bilərəm. Yəni mən Orxan, niyə risk olsun ki? Kim nəsə bir pis ədavət eləmir, sadəcə sual verib, sualımıza cavab verəcək. Yəni, burada başqa bir şey yoxdur ki. Yəni, nə də ki, nəyəsə təşviq, nə də ki, təbliğat yoxdur. Eşar tıklayın, yox, ekran tıklayın, eşar tıklayın. Uşaqlar 10 mindən aşağıdırsa mən son saniyədə çıxış verəcəm, yəni çünki razılaşma var. İnanmıram, ya, bir dəqiqə var. Mən dəstək ola bilərəm, əgər eləyə biləcəyim nə varsa dəstək olaram bu mövzuya. O konseptdən bir dənə əsas düzəltmək lazımdır. Cəbralov, tanıdım abi, tanıdım, Cəbralov. Necəsən qardaş, nə var, nə yox. Bir dənə qalıb şeydə, uzaq qohumlarımla burada tapdım. Əsya yoldaşını tapdım şeydə, bir dənə qohumlar qalıb. Studiyaya ehtiyac olmur ki, uşaqlar, green screen-dən istənilən studiya şəraitini göstərmək olur. Ya, istədiyimiz studiya onsuz da var, təklif də. Bizim iki cəmiyyətdə olsun, hansısa bir kafedə olsun. İnsanlar bizim sözlərimizə, sevimizə qolaq. O cəmiyyətdə olsun, mən onu bayaq keçmişəm. Deyəm, bunu bir dənə həll eləyək, mən çıxışı verim. 20.000 getməsin. Uşaqlar 10 mindən ala bilmirsinizsə alamırıq da. Məsələ bir sən riskli deyəzdin. Bir anormalın biri yəni çox riskli davranış sərgiləyə bilər də. O çıxmasın, belə bir şeydir. Ağır suallar olmayacaq da, yəqin ki, biz də onu fikirləşirik. Sadəcə riski nədə göz kimsə gələcək. Məsəl üçün, sizin qonaq ateistdirsə, bu Allah yoxdur, net bir şəkildə bəyan eləyə bilməlidir. Tamam. Yəni, biz sadəcə suallar verəcəyik də, o suallar əsasında yəni ki, bu söhbət olacaq. Yəni, kimsə qıraqdan çıxıb deyilməyəcəksən, mənim Allah mənə yoxdur. Yəni, inanmıram belə bir məntiqdə çəkilişin qabalı kimsə qardaş, hər eləyən çox adam tapılar, qardaş. Özdə bilə-bilə ki, onlar canlı yayında deyirlər, çox şey eləyərlər. Hələ bu Bakı kimi. Cəmaatın ortasında gəlib bizi öldürəsi deyirlər ki, yəni, biz fikir bildiririk. Bilirəm, abi, amma anormalın biri eləyər də, həqiqətən eləyər. O heç. Anladım, o heç, yəni. Sonra yaxında ayda konsept. Bir ayrı konsept yəni düşünmüşük, görək də. Deyəsən, risklidir abi. Məncə şey formatında eləmək daha yaxşı olar onu. Podcast. Seminar formatında, yəni bir təşkilatçı kimi, bir çəkiliş ekibi ilə 100 nəfər biletli və kontrollu, güvənlik kontrolu olan bir məsələ formatda. Qəşəng, bildim, Babalar TV kimi, Babala TV kimi. Babala TV kimi gətirirsən 3 nəfər, 5 nəfər, hər fikirdən insanı. Orada artıq suallar verəcək adamlar bir güvənlik kontrolundan keçmiş olur. Təhlükəsizlik protokolundan keçmiş olur. Hər düşüncədə, hər inancda və ya hər inancsız görüşlərdə olanlardan, amma güvənlik kontrol, təhlükəsizlik kontrolundan keçmiş olur. Orada artıq rahat olur. Həm də o cür məkanlara sən güvənlik, sabit bir güvənlik də qoya bilirsən. Tamam. Bunu mən planını hazırlasam, mənə köməkli yəqin biləm onsuz eləyəcəksən. Sadəcə qonaqlarından birisi olacaq. Yəqin ki, biz həftəyə bir dənə, ya ki 10 günə bir dənə video istəyirik yazılıyor. Heç bir problem yoxdur. Mən eləyə biləcək texniki dəstək baxımından ya da ki istənilən eləyə biləcək. Texniki dəstək var, sadəcə belə deyim, kamera zat onlar hamısı var. Sadəcə bu plan qurmalıdır, təbii ki. Yəni konsepsiya məndən qurmalı deyil qardaş, amma məsələ ümumi çöldədirsə, mən sənə direkti göstərirəm, şoka düşərsənsə. Yəni 2000-dən çox ölüm təhdidi var. Küçənin ortasında deyirsə gəlib soxub getsinlər, orada erməni öldürənməyib.
Yox, sən dediyin kimi seminar kimi, baba lateri kimi. Hə. Ya bu şeyin özünü də sən özüm elə aparıcı olun ya, ən azından bütün məsuliyyəti öz üstümə götürüm. Yəni nəsə eləmək lazım. Çünki Ekranı bir siqaretə görə bağlayıram abi. Problem yox, Hə. problem yox. Yəni onu seminar formatında eləmək idealdır və məntiqlidir. Çünki orada bir protokol var, orada bir struktur var, güvənlik var. Tamam, qəşəng. Həm də gələn adamlar güvənlik tədbirlərindən keçmiş olurlar, qapıdan keçmiş olurlar, qapıda yoxlanılırlar. Həm də bilirsən ki, bu adamlar buna bunun üçün gəlib. Suallar hazırlayacaqlar əvvəlcədən, keyfiyyətli suallar tapmağa çalışacaqlar. GPT-nin anasını ağladacaqlar ki, buna nə sual verim ki, hık deyə qalsın orada. Başa düşdün? Yəni Onunla razıyam. amma random bir adam çıxacaq qabağa, o anın tını qanmır, nə verəcək sual olacaq ki onun? Ya burada gəlməsi olur. Mən inanıram ki, orada gəlirlər daha çox olsa, nəinki biraz yaşlı nəsil. Harısı bizim en yaşlı da olsa, sən demək olar ki, 35-40 yaşa kimi yəni bilirəm ki, nəsil olacaq. İnanmıram ondan yuxarı, məsəl üçün 45-50 ya 60 yaşlı insanlar gəlib ora nəsə bir Yox, zaten gəlsə də yaş kateqoriyası qoya bilirsən. Üstəlik bunu biletli satış eləyə bilirsən ki, mahiyyəti qarşılasın. Çünki burada minlərlə, yüzlərlə insan var ki, belə bir şeyin olmasını dəstəkləyərlər. Yəni orada sadəcə ateizm təbliğatı ya da XP təbliğat, din təbliğatı getmir. Orada hər düşüncədən insan olur. Dini sual vermək istəyənlərə din nümayəndəsi cavabını verəcək. Yəni birisi bilmək istəyir dində o nədir, bu nədir? Ya da non-teist bir mövqedə olan biri də sualları o istiqamətdə cavablandıracaq. Yəni çünki hər kəs orada cavab tapa biləcək, sual verə biləcək, düşüncəsinə cavab almaq istədiyi formata cavab tapa biləcək bir format olur. Amma küçədə mən bunu tutacağına ya da ki bir sıxıntı olmadan oluna biləcəyinə ehtimal vermirəm. Çünki random qabağa adam çıxıb sən planlaşdırmamısan bunu, bu adam bilmir mövzu nədir tam olaraq. Yəni düz gəlməz o. Amma ora gələn adamlar kontrolla gələndə sən bilirsən ki, bu adamlar burada nə baş verdiyini, burada hansı mövzuların danışıldığını bilərək gəlir və burada sual hazırlayıb gəlir. Səncə bizim millət 2-3 saatlıq yayma ya da ki, belə deyim, seminara dözər yoxsa yox? Niyə dözmür ki, dözəcək o qədər adam var? Tezəcək yox, hətta 5 saat da oturub orada dinləyəcək adam var. Ya mən əminəm ki, mən öz yayınımda bir etiket paylaşsam ki, 300 nəfərlik konferans olacaq ya da seminar olacaq, 300 nəfər biletlidirsə, 300 nəfərlik bilet 3 dəqiqə, 4 dəqiqənin içində alınır. Mən buna əminəm yəni. Tamam, sən Bakı nə vaxt gəlsin abi? O bilgin vermirəm, yazdım. Ya ən azından sadəcə görüşməyə gedirəm, yəni belə şeylər. Onu şəxsidə. Bildimi? Mənimki mikrofon söhbəti nə vaxt göndərsən? Mikrofonu sabah göndərərəm. Şara çıxmalıyım. Sabah göndərərəm. Təşəkkürlər. Sağ olasın abi, təşəkkürlər. Öpürəm, çox sohbət sənin üçün. Sağ ol, xoşdur. Uşaqlar, bu hesabı izləməyinizi xahiş və rica eləmişdim. Eləsəniz sevinərəm. Çünki çox kaliteli və keyfiyyətli yayınlar olur. Həm də bizim tərzimizdə. Sağ ol. Mən həmişə sevgi dəstəkləmişəm. İndi belə dəstəkləyəcəm. Təşəkkürlər, var olasın.